Hamıya salam uşaqlar. Bugün bir dənə hekayəni danışacağım, hansı ki məndən müəllif olub. Deməli, dostlarımla gedirəm, deməli, gəzirik. Sonra görürük bir dənə böyük uşaqlar itləri şeyir. Qaçdıq, gizləndik. Sonra dostumun anası düşdü. Ondan sonra gəldim. Biz də onda rahatlaşdıq da oynadıq. Ondan sonra gördük itlər yanımıza gəldi. Mən getdim bir yerə gizləndim. Və gidəndə indi baxıram çıxmaq üçün gördüm dostumun anası da burada. İstəyirəm onun yanına gedib. Burada görürəm bir dənə belə canavar oxşayan itlər var. İyimlə gör yanıma gəlirsən. Gizləndim, mənim dostum tez qaçdı anasında, yəni ki anasının yanına. Mən də orada qalıb o birisi tərəfə qaçdım. Ondan sonra gördüm ki it yoxdur, qayıtdım. Gözüm bu axırsızdır.